Bu şirniyyatın hazırlaması hem asandır hem də çox ləzzətli. Ərzaqların miqdarını 2 post birdən hazırladım çünki yedikcə dadından doymaq olmur. Əvvəlcə yumurtaların üzərinə şəkər tozu, vanil bir çimdik duz əlavə edib mikserlə tam ağarana qədər kütlə bir neçə dəfəyə qədər artana qədər qarışdırmaq lazımdır. Kütlə ağardıqdan sonra bura duru yağ, süd, hamısı ev temperaturunda olmalıdır. Əlavə edirik. Üzərinə də un və qabartma tozu əlavə edib mikserin asta sürəti ilə qarışdırırıq. Unu bir dəfəyə yox, 3 dəfəyə əlavə edirik. Hissə əlavə etdikdə xəmir tez qarışır. Çox duru olmayan orta qatlıqda bir xəmirimiz alınır. Xəmir çox gözəl, havalı bir xəmir olur. Xəmiri hazırladıqdan sonra artıq aparatı işə salırıq. Aparat isindikdən sonra ilk dəfə olaraq mən duru yağla fırça ilə yağlayıram, daha sonra qətiyyən yağlamıram. Sonadək elə bu cür yağlamadan bişirirəm, qətiyyən də yapışması olmur. Kiçik bir çömçə vasitəsilə tam dolu olmayan bir çömçə xəmirdən əlavə edirəm. Qapağını örtürəm və hazır olmasını gözləyirəm. Çox tez bişib hazır olur. Qabdan çıxması da çox rahatlıqla çıxır, qətiyyən yapışması olmur. O qədər sevirəm ki bu şirniyyatı. Mən bunun xəmirinə şəkər tozunu həddən artıq əlavə etmirəm. Çünki yeyərkən həm qatlaşdırılmış südlə, həm mürəbbə suyu ilə, həm balla çox ləzzət eləyir. Üzərinə əlavə edib çay süfrəsində nuş edə bilərsiniz. Mürəbbə suyu ilə daha da çox sevirəm bu şirniyyatı. Çox ləzzətli alınır. 2 postdan bir xeyli vafıllar alınır. Gördüyünüz kimi artıq vafıllarım hazır oldu. Yumşaq, çox ləzzətli, çox gözəl alınır. Uşaqdan böyüyə hər kəs bu resepti, bu vafılları çox sevəcək. Mütləq hazırlayın. Mən göyən mürəbbəsinin şirəsi ilə nuş etdim. O qədər ləzzət etdi ki, çox ləzzətli olur. Siz də süfrəyə verərkən qatlaşdırılmış süddür, şokoladdır, baldır, istənilən mürəbbə və mürəbbə şirəsi ilə servis edə bilərsiniz. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə hələlik.